Sədaqət xanım, salam, necəsiz? 2022-ci ildən Aysel müəllimə ilə tanışıq. O zaman bildiyiniz kimi Respublikada ilk olaraq ibtidai sinif müəllimləri ilə sertifikasiya keçirilirdi. Böyük bir ordu müəllimləri idarə etmək, özdə necə bir mühitdə çox səmimi, demokratik, şəffaf bir mühit yaratmaq və o qədər müəllimi həm elmi cəhətdən, həm kurikulum istiqamətində onlarla işləmək asan deyildi. Bilirsinizmi, o kiçik yaşlı bir qızın özündən nə qədər böyük yaşlı olan müəllimlərlə işləməsi düşünürəm ki, asan deyil. Ancaq o onun mükəmməl bacarığına söykənən bir iş idi ki, uğurla da bu işin öhdəsindən gəldi. Sona xanım, salam, hər vaxtınız xeyir olsun. Mən onu deyə bilərəm ki, Aysel müəllimənin o gözəl dərslərindən həvəslənərək mən kurikulum metodlarını öyrənərkən təlimlərdə iştirak etmişəm bir neçə il bundan öncə. Sonra Aysel müəllimənin bu onlayn dərslərindən o qədər zövq aldım, o qədər tətbiqi güclü idi, gözəl dərsi o qədər səviyyəli idi ki, mən öz nəvələrimi də kurator tədrisinə, mərkəzinə təhsil almağa göndərdim. Yenə deyirəm, özüm görəndən sonra tam əminliklə bildim ki, axtardığım müəllim məhz Aysel müəllimədir və onun dediyi Azərbaycan dilindən də, riyaziyyat fənnindən də gözəl metodikası. Təlim prosesimiz bir müəllimdə 3 fənn strategiyasına əsaslanırdı. İbtidai sinif müəllimlərinin imtahanı sertifikatlaşdırılması prosesində həm Azərbaycan dili, həm riyaziyyat üzrə, eyni zamanda kurikulum üzrə də mən, yəni bir müəllimdə 3 fənn cəmləşirdi ki, təlim prosesində bu üçlünü bir yerdə, yəni davam etdirirdik hər gün rejimindən və hər gün mütləq formada hər fəndən ən azı 20 sual işlənirdi ki, bu da müəllimlərimizin 100%-dən 96%, 95%, 90% nəticə əldə etmələrinə, yəni səbəb oldu. Və hətta qeyd edim ki, müsahibə mərhələsində də, yəni biz kollektiv olaraq, yəni kurator tədris mərkəzi kimi birləşib həm müsahibədən, həm də test prosesindən yüksək formada, yəni qəbul almalarına köməklik göstərdik. Hətta qeyd edək, Sədaqət müəllim 40 baldan 40 bal toplamışdı müsahibə mərhələsində.